30 avqust 2024-cü ildə 525-ci qəzetin səhifələrinin birində Şahverən Cavada gecikmiş məktub adlı bir yazım çap olunmuşdu. Şahverən Cavadın son çıxan kitabını mənə yollamışdılar. Oxudum, tanış oldum və bir nəfəsə bu yazını yazdım. İndi həmin yazıdan müəyyən hissələri tamaşaçıların hüzuruna çatdırmaq istəyirəm. Şahverən Cavad uzaqdan gələn imzadır. Təqvim mənasında götürürəm. Adını eşitdiyim, üzünü gördüyüm, fəqət yazıları ilə, şeirləri ilə tanış olmadığım söz adamıdır. Hələ 1 yaşda məndən böyükdür. Ədəbiyyata təxminən eyni vaxtda gəlsək də, bircə misrası ilə tanış deyildim. Sadəcə rastıma çıxmayıb. Son bir ayda 2021-ci ildə çap olunan qalın kitabı ilə tanış oldum, oxudum. Ötən xatirələr laylan tək şirin, gözümün qarası ağı kimidir. İndi mən fərhadam, bu dünya şirin, ömür də bistun dağı kimidir. Əzizim Şahverən Cavad, təpədən dırnağa, sözdən səsəcən diridir. Bu şeir böyük mənada poeziyadır. Təsəvvür elə bu yaşda, bu başda məni təəccübləndirə bilirsə, bu obrazlı düşüncə tərzi demək möhtəşəmdir. Hər şey memar dəqiqliyi ilə ölçülü, biçili. Adətən ölçülü, biçili yazılar soyuq olur. Fəqət bu sözlər misrada olan istilik, emosiya qarışıq obrazı, təfəkkür oxuzunu uzaqdan çağırır. Misralar sudan təzəcə çıxarılan balıq kimi diri və çevikdir. Oyur oynuyur. Şahverən müəllim, xoş gördük dədə-baba yurdumuzda, ata ocağında. Təbiidir ki, hamımızın dönəcəyimiz ünvandır, üsəndiyimiz məkandır ata yurdu, baba ocağı. Nə yaxşı ki, biz elə orada görüşürük. Çünki sizin elə həyatın genişliyinə ilk addımınız da buradan başlayır. Elə deyilmi? Elədir, Abdü müəllim. Ən əvvəl sizi və sizin komandanızı ata ocağında, ata yurdunda salamlamaqdan qürur duyuram. Siz xoş gəlmişsiniz və mən uzun müddətdir ki, elə bu günün həsrəti ilə yaşamışam ki, və gəlib ata yurdumda mən sözümü deyə bilim. Yəni, bu yurdan çıxmışıq, bu atamızın bu ocağından biz pərvazlanmışıq. Bu ocaq, ata yurdum Şah Ağacı kəndində Cavad məhəlləsi adlanan yerdədir və mən gözümü dünyaya açandan, yəni buranın həmişə Cavad məhəlləsi kimi eşitmişəm. Bizdən bir neçə nəsil əvvəllər də bu yer Cavad məhəlləsi adlanıb. Cavad mənim ulu babamdır və bu yerdə də elə belə adını verməyiblər. Burada mülki olub, torpaqları olub və ona görə də bu yerə Cavad məhəlləsi deyirlər. Biz 6 uşaq olmuşuq və zaman-zaman 4 qardaşım, mən də daxil olmaqla 2 bacım bu yerdən getmişik. Və hətta elə vaxtlar olub ki, mən tənha qalan bu ocağım üçün, bu evim üçün müəyyən mənada təəssüflənmişəm və hətta şeir həsr etmişəm tənha qalan evimizə. Yadında qalan bənd, misra varsa deyə bilərsiniz. Mən qeyd edeyim ki, deməli, Talış dağlarından mənsəbini götürən Təngərüz çayı Cavad məhəlləsinin düz yanından Xəzər dənizinə axıb gedir. Şagirlik illərinin dostu Mehman Qaraxanoğlu hazırda bilirsiniz, böyük tənqidçidir, filologdur, filosofdur.
bu yerdən həmişə həmin Təngəli çayına balıq tutmaq üçün, tilov atmaq üçün çıxıb gedərdi və günlərin bir günü də mən təsadüfən ata ocağına gələndə gördüm mehman yenə də bu yerdən həmin çaya gedir, əlində həmin qarmağı, həmin tilovu və mən kövrəldim və sonralar bir salam getir şeirimi yazdım və mən deyim bu şeiri elə yeri düşüb ki, elə bir yerdən keçən bir şeirdir. Ata ocağının almaları tək, dəyib xatirələr ballanıb nədir? Ata ocağımdan çaya gedəndə kimsəsiz evimə bir salam getir. Fikrini tilov tək çaya atırsan, bir dünya xatirən suya dağılır. Düşər tilovuna olub keçənlər, balıq əvəzinə, balıq nağılı. Xatirə ovuna çıxırsan bəlkə, o dünya mənə də tanışdır, tanış. Deməyə, dərdini adam tapmasan, apar dərdlərini sulara danış. Gözəldir. Bəlkə axar çaya bənziyirik biz. Haqdan axan sular cilova gəlməz. Mənim qisbətimi qızıl balıq tək küstürdüm, bir daha kilova gəlməz. Gözəldir. Laylamla qanıma hopub o işıq, məni bu yerlərin işığı çəkdi. Bəlkə bir quş olub uça bilərdim, məni yurd sevgisi aşağı çəkdi. Mehman, qadan alım, bəlkə də bugün əvvəlin sonudur, sonun əvvəli. Ehtiyac məhv edib çox dəyərləri, təmanna üstündə yuyur əl-əli. Dəyişib Adəmdən gələn kökümüz, safı cır ağaca calaq ediblər. İtib nəsillərin 1000 illik bağı, indi köklüləri alaq edirlər. Ata həyətimin almaları tək, dəyib xatirələr ballaşıb nədir? Cavad məhəlləsindən çaya gedəndə, kimsəsiz evimə bir salam getir. Sağ ol Şafirə müəllim, obrazı düşünürsən. Hər misrandan yük sallanır. Həm bədii yük, həm fikir yükü. Çox sərrastdır. Çox maraqlıdır ki, elə o sizin haqqınızda yazdığım yazıda da demişəm ki, biz həm yaşda ya bir yaş yuxarı, bir yaş aşağı olarıq. Mənə rast gəlməmişsiniz oxuyam onu, şeirlərini. Mən nə vaxt oxusaydım o şeirləri, təbiidir ki, öz münasibətimizi bildirəcəkdim. Çox maraqlıdır ki, adam bəzən heyrətə gəlir ki, susqunluq var bizdə. Yaxşı misriya, yaxşı düşüncəyə, yaxşı sözə qarşı. Biganəlik bilmirəm, biraz göz götürməməkdir, yenə bilmirəm. Axı, yaxşı yazı, yaxşı misra, mütləq o misranı dəyərləndirənin ürəyini oynadır. O mütləq oynadır. Buna reaksiya verməmək, buna münasibət bildirməmək nəsə yaxşı şeydən xəbər vermir. Bilmirəm nə qədər yaxşıdır. Təəssüf ki, bizim aramızda, biz nəsildə, indi bizdən əvvəl deyən bərəm, biz nəsildə, yəqin bizdən sonra da bu qısqanclıq azarı həmişə var. Bunun ağrısını nə qədər çəkmişsiniz? Ümumiyyətlə sizi bu əyalətə, yurda bağlayan nə olub? Təbiidir ki, o vaxtlar bu şeirlərin mətbuatda çıxıb, çap olunub yəqin. Bura nə çəkib sizi? İstər ata yurduna, istər Astarıya? Mən sizin sözünüzə qüvvət olaraq bir şey deyim ki, deməli, hələ orta məktəbdə mən əlimə qaləm almışam, şeir yazmışam, şeirlərim çap olunub. İlk əvvəl o vaxtı Sovet Astarası qəzeti adlanırdı. Sovet rayon qəzetində çap olunmuşam və günlərin bir günü siz deyirsiniz ki, müəyyən o təhsillər, təqiblər, təcvidlər olub və mən redaksiyada, elə bizim yerli rayon qəzetində şeirimə baxdılar, dedilər ki, yox, bu şeir sizin deyil, sizin səviyyənizdən yüksəkdir. Yəni bu, yəni beləcə qolf qoydular və mən də götürüb həmin şeirimi göndərdim Bakı Axşam qəzetinə və 22 aprel 1975-ci ildə.
Lap cavan vaxtı, hə. Bəli, o vaxtı Bu gördüm vaxt biz ki, tələbə idik. bəli, o vaxtı gördüm ki, Bakı axşam qəzetində rəhmətli Bəxtiyar Babuzadə mənim müəllimim olub. Və orada həmin Bakı axşam qəzetində işləyən rəhmətli Nüsrət Kəsəmənli ilə orada müsahibəsi var və mənim şeirimi çox sevindim ki, iki bəndimi nümunə çəkirlər və qeyd edirlər ki, bu çox uğurlu alınıb, uğurlu bu şairin gələcəyi var. Şeirin özü bütövlükdə tam püxtələşməmiş olsa da, amma uğurlu misralar çoxdur və bu gələcəkdən xəbər verir və rayonlarda, əyalətlərdə bu cür şairlərə münasibət bir mənalı olaraq dəyişilməlidir. Yəni, yaxşı mənada əlindən tutulmalıdır, ayağından yox. Və şübhəsiz, mən deyim ki, orta məktəb illərində də mənim oxuduğum sinifdə elə Mehmanla bir yerdə oxumuşam və digər adamların ədəbiyyat həvəskarları çox idi. Buna səbəbkarı da bizim müəllimimiz var idi, Allahverdi Bayrami. Masallıdan idi bu müəllim, ağsaqqal müəllimdir və çox, həm də şairdir, sonra publisistdir. Sonralar mən səhv eləmirəmsə 20-dən çox kitabı nəşr olunmuşdu və o bizim sövq edirdi ki, biz yazaq və obrazı düşünək, obrazı yazaq. Bayaq qeyd etdiyiniz kimi, mənim şeirlərimdə obrazlıq elə o dövrdən yaranıb. Yəni, şeir elə belə söz yığını olmamalıdır, söz xətirə deyilməməlidir. Orada misraların yükü olmalıdır, fikir yükü olmalıdır, məna yükü olmalıdır. Yəni, bu, hər kəsin baxdığı bir yerdə şair baxırsa, orada Nəsə görməlidir, kəşf eləməlidir. Görüb və göstərməlidir onu. Görüb və göstərməlidir. Mən, siz qeyd elədiniz, sizin elə o 525-ci qəzetdə haqqımda yazdığınız o gözəl yazıda qeyd edibsiz, onları göstərmişsiniz. O, xüsusilə çox qabarıq şəkildə mən deyərdim, qeyd eləmişsiniz. İndiyə qədər mən bu qədər gözəl tərif eşitməmişdim və haqqımda yazıblar. Zaman mən dedim, vaxtı ilə rəhmətli Bəkir Nəbiyev də yazmışdı ədəbiyyat qəzetində və yaxud o vaxtı bəlkə yarım milyondan çox tirajla çıxan Azərbaycan Gəncləri qəzetində çap olunmaq çətin idi. Tofiq Mütəllibov rəhmətlik mənim 3 şeirimi vermişdi. Ön söz yazmışdı. Böyük bir səhifənin yarısı boyda haqqımda deməli o şeirlərimin təhlilini də vermişdi. İndiyə kimi yadımdadır ki, həmin qəzetlər əllərdə gəzirdi və o vaxtı Azərbaycan Gəncləri hər bir qapıdan girən qəzet idi. Bütün deməli ailələrə baş çəkirdi və mən xüsusilə deyim ki, tanınmağımda həmin şeirlərin də rolu böyük olub və şübhəsiz mən əlimə qələm alanda siz bilirsiniz ki, şeir yazan adam gördüyü hadisələri öz təfəkküründən keçirib obrazı yaradır. Misal üçün, mən demişəm ki, köksüz adamlar var, kol tək rahatdır, nəhəng palıdların başı qaldadır. Tanrı bu dünyanı sözlə yaratdı. Dünya şahverəni sözlə aldadır. Yaxşıdır. Gözəldir. Özündə bir... Oynayırsan da, fikirlə oynayırsan. Bəli. Hörmətli Şahverən Cavad, 50 illik yaradıcılıq fəaliyyətimdə qəti qərara gəlmişəm ki, şeir ədəbiyyat taledir. Qələm adamları da o talenin daşıyıcıları. Yaradıcılıq səviyyəsindən asılı olmayaraq, ya ədəbi taleyin gətirir, ya da gətirmir. Gətirmir o mənada ki, təbliğata meyilli olmursan, hamı ilə dil tapa bilmirsən, heç ona cəhd eləmirsən, qapılar döymürsən, haqqını heç kimin qanlı dişindən qoparıb çıxarmırsan. Sadəcə oturub şeirini yazırsan, elə bilirsən ki, layiqli qiymətini tabaqda gətirib qoyacaqlar stolun üstünə. Sən də rahat-rahat baxıb xoşallanacaqsan. Arada da yazacaqsan ki, xatirə ovuna çıxırsan bəlkə. Bu dünya mənə də tanışdır, tanış. Dərdimi deməyə adam tapmıram. Apar dərdlərimi sulara danış. Həmən dərdini deyə bilmədiyin adamlar səni yarandığın günə elə peşman eləyəcəklər ki, baxıb öz-özünə içindən ovulacaqsan.
adını adılar içindən siləcəklər. Cismini görməzliyə vuracaqlar və başlayacaqlar dəstə qurub özlərinin ötür oyununa. Ben bir defa gələndə bu həyətə gördüm evimizin düz qabağında bir günə baxan bitib. Ben baktım bu beni tuttu. Bir şehirde o bir bendi diyeyim ki ruhumu göylere demişim Nezir. Nezir demişim göylere olmuşam. Şeyler bacım təkdərər kimi. Burada günə baxan durub müntəzir. Durub bu həyətin kənizi kimi. Onu, və yoxud elə bu həyətdə mən görmüşdüm ki bizim o qapının böyründən siz görürsünüz orada güller bitib. Boynu bükük bitən Yasaman gülü qonşu qızı kimi çəbərdən baxar. Beni təmin eləmir ki, elə belə sözü söz xatirinə, şeiri şeir xatirinə bir söz yığını deyəsən, yəni orada oxucunu heyrətləndirən, oxucunu düşündürən obrazlı fikirlər olmalıdır. Bu mənim əsas qayəmdir. Şeirdə bu məsələni, bu mənzərəni mən yaratmalıyam. Siz özünüz də orada mənim haqqımda yazıda bir neçə bəndləri, misraları qeyd eləmişdiniz və mənə çox ləzzət verdi ki, o ötən xatirələr laylam təkşirin, gözümün qarası ağı kimidir. İndi mən Fərhadam bu dünya şirin. Gözəl. İndi mən Fərhadam bu dünya şirin, ömür də bir sütun dağı kimidir. Başdan başa obraz və tarixə, milliyə sökənən obrazdır. İnan ki, mən sizin kitabı almalan kimi təbii yazmazdan əvvəl bərəqladım. Xoşbəxtlikdən, tərslikdən o şeir gəldi gözümün qabağına. Sizin dediyiniz kimi, ötən xatirələr laylam təkşirin, gözümün qarası ağı kimidir. İndi mən Fərhadam, külün çapıram. Bu dünya da şirindir, gözəl mələkdir. Ömür də bir sütun dağıdır. Yarırsan çatmaq olmaz. Gözəldir, gözəl. İndi biraz şeylikdən kənar olsa, valla bu cür obrazlı düşüncə indi mən ən azı bizim ədəbiyyata bələdəm. Biraz da gözüm atıb kənar ədəbiyyata. Daha çox milli kökə sökənən düşüncədə bu cür obrazlar seyrəkdir, yoxdur. Keşke bunlar çox oluydu. Və yeri gəlmişkən, Şafirə müəllim, o hər bir yazarın, hər bir sənət peşə sahibinin sabağı var da. Sizdə bu sabah gəldi mi? Və necə gəldi? Deməli, mən bilirsiniz uzun müddət elə işlərdə, partiya, Sovet, komsomol içində çalışmışam. Yəni, məqsədimiz elə xalqa xidmət. Təbii. Bu qulluğunda dayanmışıq və hazırda da bilirsiniz mən təqaüddə olan adamam. Və uzun illər biz elə o ağrıları, acıları içimizdə daşımışıq və bu inkişafı da ölkəmizdə olan son dövrdəki inkişafları da içimizdə yaşatmışıq və onlarla fəxr eləmişik, qürur duymuşuq və şübhəsiz bunları da zaman müəyyən müddət elə asla vaxt imkan ələ düşən kimi biz bunları şeirə çevirmişik və sadəcə olaraq bunları biz nəşr eləmək imkanımız olmayıb. Yəni o imkan vaxtdan sarıdır ki, yəni bizim o dərəcədə vaxtımız olmayıb ki, gedib nəşriyyatların o işin dalından düşək. Dalınca düşək və müəyyən mənada da bəlkə də belədir də mən nəşriyyatları və yaxud qəzet jurnalları çox da istəmirəm qınağa çəkəm. Amma belə şeylər olur ki, hər bir yazının dalınca yerə gedəsən, göndərdin, ona diqqətlə nə olsa belə əhəmiyyət vermirlər. Əhəmiyyət vermirlər və o əhəmiyyət vermək üçün də imkanımız olmayıb. Mən bir şey də qeyd edeyim, yəni ümumilikdə götürəndə mənim 74, 76, 78, 80, yəni bu illərdə Oldu jurnalında mənim şeirlərim çap olunub, bəli, digər mətbu orqanlarında, yəni müxtəlif ədəbi, yəni elə belə olmayıb, yəni göndərmişik. Amma qiymət vermək belədir ki, ola bilər müəyyən ödüllər var, titullar var, müəyyən qiymətlər var, mükafatlar var. Onlardan yəni biz mümkün olmayıb, ala bilməmişik. Onda müəyyən obyektiv və subyektiv səbəblər ola bilər. İndi onları xırdalamaq istəmirəm, şübhəsiz. Zamanın adamları. Mən şair kimi sabahınız niyə belə gec gəldi? Yaxud
səmtiniz dəyişdi, iş səmtiniz. İş Yoxsa səmtim dəyişib, sizin sözünüzü arasında bağlanız dursun. Yəni şübhəsiz müəyyən imkanlar yox idi, yəni o dərəcədə o şairliyimi, yəni sözün sabahına qovuşmaq üçün. Və şübhəsiz indi o sabaha mən qovuşmuşam həqiqətən. Və həqiqətən də vaxtım da var, yazıram da. indi Bəli, nə gözəl. Özdə siz çox düzgün qeyd eləmişsiniz yazdığı yazıda ki, bu yaşda bu beyinlə o incəlikləri, o bədii kəşfləri, o şeirlərdəki misranın yüklərini, misraların obrazlığını yazmaq, yaratmaq çətindir, amma mənim üçün çox asandır. Elə bir məndə o vərdişə çevrilib və görürəm də bugün, yazıram da, yaradıram da. Və şübhəsiz mənim bir xeyli şeirlərim də var, mənim fikirlərim var ki, bunları toplayıb, biraz yəni açıq qeyd edeyim, tənbəlliyim də çoxdur. Biraz bunları yığıb, o şeirlərin dalıca getmək və onları aparıb nəşriyyat qapılarında dayanmaq və yaxud vermək, yəni bu səbəblər də indi söhbət o maddilikdən getmir. Aydındır. Bəli, o vaxt qıtlığında. Şahverən müəllim, bütün yaradıcı adamları, bütün istedadlı adamları müəyyən mənada özünə biganə görmüşəm. Müəyyən mənada öz yazılarına biganə görmüşəm. Ancaq səhif orta səviyyəli şeir yazan belə şeiri götürüb cumur. Bu görünür taleyin xislətidir, verir öz yaradıcısına, öz qələm adamına ki, biraz təmkinli ol. Hər şey bugünlə deyil, bugünlə heç nə qurtarmır. Hər şeyi ayıran, müəyyən eləyən sabah var. O sabahın seçimi olacaq yəqin. Mən belə başa düşürəm, o Siz çox doğru qeyd edirsiniz. Mən oxuyuram mətbuatdan, kütləvi informasiya vasitələrindən ki, müxtəlif poeziya festivalları keçirilir, müxtəlif ölkələrdə və yaxud müxtəlif türk dilli ölkələrin birgə almanxaları çap olunur. Və mən çox qəribədir ki, hər dəfədə eyni adamların üst tutduğunu görürəm. O iştirakını da o adamların, eyni adamlar həmin poeziya festivallarında, poeziya müşavirələrində, poeziya günlərində iştirak edir. Eyni adamların həmin o türk dilli almanaklarda və digər yüksək səviyyəli, yəni hansı ki Yaşlılar İttifaqından və digər yəni bu ədəbi mühitdən təqdim olunanlar eyni adamlardır. Və şübhəsiz mən həm mərkəzdə də, həm əyalətdə də güclü şairlərin, yəni sözü bilən, söz sərraflarının diqqətdən kənarda saxlanmasının mən də şahidiyəm və şübhəsiz bunlar məni də ağrıdır və xüsusilə görürəm ki, əyalətdə gözəl şairlərimiz var, diqqət getirmək istəmirlər, görməməzlikdən gəlirlər, görmürlər ya. Heç şübhəsiz ədəbiyyat adamı ədalətli adam olmalıdır. Ədəbiyyat adamı humanist adamdır. Ürəyində bir halallıq olmalıdır. Şübhəsiz bu adamlar eyni dərəcədə həm əyalət şairlərə, həm mərkəzdə istedadlı şairlərə yol açmalıdırlar. Onlara da yer ayırmalıdırlar. Əgər 10 nəfər, 9 nəfər, 8 nəfər mərkəzdən olan bu və digər vəzifələrdə işləyən şairlər orada təmsil olunurlarsa, heç olmasa 1, 2, 3, 5 istedadlı şairləri də həmin cərgəyə quşsunlar, onları da nəşr eləsinlər, onları da həmin poeziya festivallarına dəvət eləsinlər. Mən bunları demirəm, söhbət məndən getmir. Söhbət ümumilikdən, ədalətdən gedir, ədalət prinsipindən gedir. Bəlkə axar suya bənziyirik biz. Haqdan axan sular cilova gəlməz. Mən ki qismətimi qızıl balıq tək küstürdüm, bir daha tilova gəlməz. Səhman, nizam, şeirin estetikası, söz düzümü, şeirə, sənətə bələd bir şairin susmayan ilhamından soraq verir. Kitaba əməkdar elm xadimi Məhərrəm Qasımlı ön söz yazır. Şairin ilhamını və şeirlərini təqdir eləyir. Son sözün müəllifi isə sinif yoldaşı Mehman Qaraxanoğlu'nun yozumunda şairin poetik duyğuları ilmə açılır. Mehman Qaraxanoğlu yazır.
Rəfdə toz altında qalan kitab tək, adım bir kimsənin yadına düşmür. Ömrüm arıları uçan bir pətək, indi qarışqa da yaxına düşmür. Qəribədir mənim tanıdığım Şahverən Coşqunun qələmindən çıxıb bu misralar. Bəli, məhz eşitdiyimiz Coşqunun. O Coşqun ki, saatlarla evlərinin qarşısında axıb gedən dəli dolu dağ çayımız, Təngərud çayının hələ heç kimsənin danışdıra bilmədiyi bir dildə danışdıraraq onun qılığına girdi və ondan yaşadığı doğma kəndin sonsuz sevgi əlaməti olaraq adının dəyişdirilməsinə rüsxət istədi. Şahverən müəllim sözün qüvvəti cavan vaxtımdır. Azərbaycan televiziyasında veriliş hazırlayıram. Cavan bir oğlan Şamaxıdan da, Şamaxı da söz yurdudur. Cavan bir şairin şeirləri əlimə keçdi. Hay oxuyursan, belə kim atlanır da, bu kimdir, bu kimdir, axır tapdım. Geçin harası çap olunmuş şeylər bana rast gəldi. Uşaqlara dedim, o haradadır? Hikmət Cəmizzadə deyəsən. Ben imzasını. Götürdüm şeirləri, tapdım, ay Hikmət haradasan, gəl, gətirdim, qoydum televiziyaya. Bununla qəşəng yox da məqam verilişi hazırlayırdın. Biraz da yüklü verilişi idi. Özünü dəş məqamı, imtina məqamı, söz məqamı, belə bölümlər var idi içində. Bir məqamın birinə də 15 dəqiqəlik, 45 dəqiqəlik veriliş idi, bunu saldım söz məqamından. Və indi yaxşı sözə biganə qalmaq olmur da, işini tökürsən, ləzzət edirsən. Sabahsı gün Allah rəhmət eləsin, bizim Ailəm Muradxanlı bizim baş redaktor idi. Allah rəhmət eləsin. Ədəbi dramının istedadlı, vicdanlı qadın idi. Benim koridordaydım, otaqdaydım, bana dedi ki, ablanı buraya çağırın. Çağırın, getdim, ay Mayla xanım, nə dedi ki, sabah ver. O bana demişdi ki, sən biraz dozanı çox qoyma. Verilişi hazırlayandan sonra baxış deyirik də, prosmotr deyirik. Baxış olur, baş redaktor baxır, sonra sədr müavini baxır, sonra yəni olar buraxılış. Orada bana demiş ki, müəllim, yaxşı deyil, bu dozanı çox qoyma, cəmaat üstümüzə qalxacaq. Dedim, ay Mayla xanım, kim qalxacaq üstümüzə? Bu haqq burada, tərəzi burada da, vicdan burada. Bu nə var ki, şehirdən görünür axı. Görüm, deyir, cavab ver. Dedim, Mayla xanım, kimdir? Bunun otağına zəng eləyirlər. Dedi, cavab ver, bilmirəm. Götürdüm salam, bir hörmətli xalq şairi. Eşidirəm müəllim, dedi, hə. Bu axşam bir cavan oğlanı çıxartmışdım ora. Nə söz var idi onlara dedim. Və bizdən hazırlayanda nə deyəcəksin? Qısqanclıq, qısqanclıq. Özü də yaxşı şeir olan şair açıq. Məndən fikirləşdim ki, dedim, ay Ağsaqqal, bu sevindirməlidir axı valla. İndi o sizdən çox cavandır, məndən də 5-10 yaş cavandır. Bu cavanın yaxşı şeirindən valla mən sevindirəm. Qısqamaq lazım deyil. Nə yerim deyil, nə doğmam deyil, Şirvan əhlidir. Dedim, mən də Şirvanlıyım. Dedim, mən də bunu yazdı da, bunun harası yox, haralığı yox, bunun şeiri mənə bunu dedirdir. Başqa bir şair də olsun, yenə onu deyəcəm. Yəni, belə bu cür şeylər var ki, mən onda gördüm ki, Mayla xanım, haqlıdır, ciddi bir neçə şey desən, demək sən qaralanırsan və artıq sənin veriliş aparmağın biraz arxa tona keçir. Ona görə məcbursan ki, tərəzini belə saxlayasan da, bax belə, bitər yola verəsən. Bu bəlamızdır. Mən elə bilirəm, bütün sahəmizdə bəlamızdır. Mən elə bilirəm. Mənim kitabımın ön söz yazıb bizim hörmətli professorumuz, Dövlət Mükafatı Layiqəsi Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı, o da qeyd eləmişdi, ön sözdə ki, bu bir bəndi deyim, rəfdə tuz altında qalan kitab tək, adım bir kimsənin yadına düşmür. Ömrüm arıları uçan bir pətək, indi qarışqa da yaxına düşmür. İndi bu yaddan gərək çıxmayasam, mən bizim hörmətli Məhrəm Yəlimin adını çəkdim. Onu da qeyd edeyim ki, Məhrəm Yəlimin bugün ad günüdür. Bizim uzun ömür arzulayaq, sağlam ömür arzulayaq. Çox həssas, alicənab, ədalət prinsipini gözləyən, sözün, sənətin halallığını gözləyən bir insandır.
və zəhmət çəkib ön söz yazdı və bu Tamam. bəli, bir Salam Gətir kitabımın ərsəyə gəlməsində onun təkidli, məni təkidlə deyib ki, sən şeyləri get, nəşr elə. Bunlar bu qalmasın. Heç olmasa, bunlar yaxşı şeylərdir. Mən Bir yerə yığ da, bir yerə yığ. yığ, qoy nəvələrin də oxusun, oxucuların da oxusun, səni sevənlər də oxusun. Həm də bir abidədir. Məhrəm müəllimə təşəkkür edirəm. Çox sağ olsun ki, onun təkidi ilə mən kitabımı nəşriyyata təqdim elədim. Mən deyim ki, müəyyən qədər oxucu yığdı və xoş sözlər eşitdim. Dəfələrlə həm mətbuatda haqqında yazıldı, həm mənə zənglər oldu, həm də sizin özünüzə təşəkkür edirəm ki, siz həmin kitab haqqında və mənim özüm haqqında da siz qeyd elədiniz. Çox sağ olasınız. Sonra son sözü də sizin doğmanız Mehman Qaraxanoğlu yazmışdı. Gözəl yazıldı. Mehmanın siz demişkən fəlsəfi düşüncəsi çox sərrastdır. Axtarışdı, iğnə ilə gör qazıb orada ən incəliyi tapa bilmək bacarığı, düşüncəsi boş yerə diqqət cəlb eləmir o. Fikir adamlarının, düşüncə adamlarının diqqətini sözün həqiqi mənasında cəlb edir. Boşu-boşuna deyil bu. Elədir. Mehman müəllim, Mehman Qaraxanoğlu sözə dəyər verən söz sərafıdır. Sözü duyur, bilir. Mehman gözəl tənqidçidir. Mən bir neçə yazılarını oxumuşam. Bizim son nəsil yazıçılarımızın əsərləri haqqında bir neçə 10-12-yə qədər mən yazılarını oxumuşam və hər birində o yazı xatirinə yazmıyor. Hər birində bir yenilik var. Əsas istiqaməti göstərir. Yazıçının nə demək istədiyini göstərir. Potensialını açır. Potensialını açır. Və biz son dövrdə mən açıq deyim ki, bu tənqidçi yox, tərifçilər var. Ədəbi tənqid son dövrdə yəni o sözün böyük mənasında yazıçını səfərbər edə bilmir. Yazıçının iş dünyasını, yazı dünyasını aça bilmir. Dediklərini, ideyalarına bigana qalır və təkcə yazıçını tərifləməklə və yaxud şairi tərifləməklə məsələ bitmir. Həm də səfərbər eləməlidir. Bugünkü günə, yəni mən deyim ki, hər bir zamanın, hər bir dövrün öz tələbləri var. Yazıçı həmin tələblərə uyğun səfərbər edilməlidir. Və Mehmanın yazılarında bu dediyim məsələlər qədərincə öz əksini tapır. Bu bazarda hər şey baha, söz ucuz. Millət baxır kitablara göz ucu. Qapılarda dayanırsa yazıçı, bizi tutub Füzulinin qarğışı. Gözəl ironiya var. Bu dünyanın, onun adamlarının kimliyini necə usta bir dillə, dipdiri obrazla açıb xırdalayır. Fikrin poeziyanın estetikasına heyran qalmaya bilmirsən. Mental dəyərlərin, etnografiyanın incə çalarını elə ustalıqla çatdırır ki, təəccüb qarışıq bir maraq oxucunu misraların arxasınca dartıq aparır. Klassikadan yaxşı bilirik ki, böyük şairlərdən elə böyük külliyyat qalmıyor. Bəzən bir şairdən qalan bir kitab da çoxdur. Ədəbiyyat tariximizdə bir şeiri ilə, 5 yazısı ilə qalan, zamana bələdçilik eləyən söz adamı çoxdur. Şahverən Cavadın ömürlüyündə cəmi 2 kitabı işıq ucu görür. 94-cü ildə Təkcə Sənin Xatirinə və bir də 2021-ci ildə çap olunan 14 çap vərəqlik, 220 səhifəlik bir Salam Yetir, mükəmməl şeirlər kitabı. Bir məsələni Şahverən müəllim qabardım ki, cəmi 2 kitabını çap olunur. Bəli. Arasında da uzun 94-cü il, 2021-ci il, 21, o da 6, 27 ildən sonra. bu necə uzun vaxt deyil ki. Bu çox böyük vaxtdır, uzun vaxtdır. Dəfələrlə elə hazırlamışam, sonra dalınca getməmişəm kitablarımın. Hətta bəzən Allah rəhmət eləsin, rəhmətli Nizaməddin Şəmsizadə ön söz yazmışdı. Bir kitabım haqqında sözə büktüm dərdimi, bir hazırlamışdım. Sonralar elə vermədim, bugün də qalıb. Yəni planımda var ki,
Allah rəhmət eləsin, Elə. münasibətimiz də var idi, dost idik və o kitabı da hazırlayacağam, verəcəyəm nəşrə. Yəni ümumiyyətlə götürəndə mənim öz tənbəlliyim və sözün dalınca qaçmaq və biraz da vaxt qıtlığı, müəyyən dövlət işlərinə, müəyyən məsələlərə başım qarışıq olub və xüsusilə bədii yaradıcılığı mən diqqətdən kənarda saxlamamışam. Zaman-zaman bunu yazmışam, bunlar mənim arxivimdədir və şübhəsiz ki, birazca zəhmət tələb edir ki, onları yığıb nəşriyyatlara təqdim Yəni görürsən, əlbəttə ki, hə, mütləq də yazılan oxunmaq üçün yazılır. Bəli, bəli. Oxucunu tapmaq üçün. Bir də ədəbiyyat işində xeyirxahlıq deyilən böyük bir söhbət var. Böyük dahilər bir balaca əsərinə görə onu hardan olsa tapıb üzə çıxardıb çap edirlər. Lap bizim közümüzün qabağında olan vaxtı deyim, o vaxt Əkrəm Əylisli Gənclik Nəşriyyatının baş redaktoru idi. Ramiz Rövşəni də ədəbiyyata buraxmırdılar. Şimdi bu saat popüler olan Ramiz Rövşəni o vaxt çox çətin yol keçirdi. Bu təxminən mənim gördüyüm, hiss elədiyim vaxtdır. O vaxt nəşriyyatda olanda plandan kənar bir yağışlı nəğmad ilə balaca bir deyək 25-30 şeirini yığdı. İlk kitab kimi çap elədi. Və o vaxt bizim gəncliyin demək olar ki, ən çox oxuduğu obrazı düşüncələrin dalınla qaçdığı kitab idi. Ramiz müəllim, Ramiz Rövşən. İndi bu xeyirxahlıq deyilən şey var da, indi bu baxırsan istedadlı, ya tənbəldir, ya özünə tələbkar deyil, axı onun yazdığı tənbəl yazılar deyil, axı işıq üzü görməlidir. Əkrəm Əylisli xeyirxahlıq edib, buraxıb Ramiz Rövşənin kitabını və mənim yazımdadır, Azərbaycan jurnalında baş redaktor işləyəndə xeyli gənclərə, yəni istedadlı gənclərə sözün böyük mənasında O cümlədən mənə də tələb edim 4-cü kursda yol açdı. böyük pavlovqamı vermişdi. Və çoxlarının xoşuna gəlmirdi də, qısqancılıqla baxırdı. Düzdür. Amma o iki verirdi bu yazıları. Çünki həmin yazıların arxasında istedad dayanırdı. Sözün böyük mənasında şeir isə yaxşı şeir idi, nəsr isə, proza isə yaxşı nəsr proza verirdi. Yəni elə belə adi söz yığını yox, sənət üçün, əsl ədəbiyyat üçün yaranan əsərlərə bir yana qaldı. O məhz o mövqedən yanaşırdı, yaxşı əsər olduğuna görə. Və müəllifi kimdir? Cavandır, qocadır, xalq şairidir, titulu var, titulu yoxdur. Bunlara baxmadan bunu doğrudan çap eləyirdi. Bu mənim gözümü yahamır ki, biz nəslin gözünün qabağında olan proses olur. Sonra indiki yaradıcılıq vəziyyətimizə gələk. Bayaq biraz eşitdirdin ki, yenə də işləyirəm, düşünürəm, həmən templə, həmən sözün ağırlığına, dərinlə, təkinə yenməklə bu çox yaxşı haldır. Bu qalıbsa çox yaxşı haldır. Mən məsələn mühitdə tanıdığım adamlar var. Elə ki, məndən 3 yaş böyük, 3 yaş kiçik. Məsələn, Səməd Qaracıb adlı bir şair var. Tanıyıram imzasını, şəxsən tanımasam da yaradıcılığı ilə tanışım. O, demək olar ki, son 5-10 ilə kimi çox fəal yazırdı. Özü də tam kinlə yazırdı və tam cəsarətlə yazırdı. İndi baxırsan ki, indi görünür adam bezir da. İndi məsələn şeir yazmır, arada sosial şəbəkələrdə köhnə şeirlərindən verir, bir də arada xırda essivari yazılar yazır. Baxırsan ki, o essivari yazılar Səməd Qaraçöp deyil. İmzasını, bəli. O imzanın deyil. Yəni, o Nərmən Əzənzadənin bir yaxşı sözü var, deyərək, hərdən bu şair ürəyinə bir sığal çəkəsən, onu nə qədər tüfqə dirəmək olar, nə qədər pişikdirmək olar, nə qədər görməməzlik eləmək olar. Mən sözdə qüvvət olaraq şeirlərim indi icazə verirsəniz, mən yeni şeirlərimdən oxuyaram. Çox gözəl olar, buyurun. Şeirlərindəndir, bu şeirlər, yəni son zamanın, vaxtın yəni məhsuludur. Sənsiz bir saatsız zaman kimiyəm, qarışqa günlərim rozi daşıyır.
Torpağı əyninə geydiyin gündən başımın üstündə adın yaşayır. Sevgin ürəyimdən böyükdür ata. Yerin nəvələrin toyunda qaldı. Sığalına möhtac nar ağacımız böyümür, əvvəlki boyunda qaldı. Atalı günlərim perik düşübdür, körpə dudağında sınıq söz kimi. Üşüyən evimi örtən gecənin örtüyü cırılıb bəyaz bez kimi. Adın tək qurudun kişi sözünü, sənsiz çox sözlərin dəyəri itdi. Bir vaxt İskəndərin boynuzu varmış, qamış qulaqlarda qurğuşun bitdi. Yanvar günəşidir xatirələrin, çiçəklər şaxtadan salxım bağlayıb, sənin yoxluğuna ehtiram kimi ağaclar bir uvuc payız saxlayıb. Məndən vəfalıymış bu tənha cığır. Yoluma səpməyə güllər şeh yığır. Pəhsəngi vaxt olan ömrü daş çəkir. Məndən vəfalıymış bu tənha cığır. Ata ucağıma hər gün baş çəkir. Arzudan doğulan sözdür hər çiçək. Bu ev ilk arzumu laylamla çalıb. Dizinə söykənən peşman təpə-tək dağılmaq arzusu gözündə qalıb. Həsrət rəngindədir gözümdəki kən. Gecikən bu yaz da yorğun görünür. Ömür ağacımda intihar edən payız xəzəli tək günlərim sönür. Burada sükutun da yoxsu ağır. Quşlar darıxmaqdan dərs keçir mənə. Üstümə xatirə leysanı yağır. Soyğun arzularım islanır yenə. Ağacda sun yarpaq, mürgülü baxdım. Anamın səsi tək titrəyir, əsir. Ömrün yaxasından asılan baxdım. Divar saatı tək sanki tələsir. Başlanıbdı indi nəvə fəslimiz. Sevincimi ulduz dərib yoğurdum. Gəlişinlə bir boy artdı nəslimiz. Qədəmlərin mübarəkdir uğurum. Hər bir ömrün payızı var, qışı var. Həyat məktəb, müdavimi nəsillər. Bu həyatda yazılmamış yazı var. Düzlük ilə hər bir əyri kəslər. Neyləyirəm o sərvəti, o varı, bağlıdırsa xoşbəxtliyin qapısı. Həyatıma qəfil yağan bir qarın, əzabına şərik çıxan tapılsın. Bu dünyaya gəldin təzə yol kimi, kapitan ol, qoca dünya gəmindir. Uğur olsun bu dünyanın sakini, marafonda indi növbə sənindir. İndi daha göydən düşmür almalar, çoxalıbdı bu dünyanın divləri. Salamı da rüşvət ilə alanlar, ev tikmirlər, uçururlar evləri. Əyilibdir bu dünyanın arşını, Xan Qarabağ ayrı düşübdür bizdən. Bir gün bütöv Azərbaycan marşını, bəlkə sən çalarsan Təbrizdə. Təbəssümün ay nurundan yoğrulub, gözlərində bir vulkanik qığılcım. Bu torpağın bir əsgəri doğulub, vətənimin tunc qalxanı qılıncı. Şah verən ilahi sözə əyil ki, söz olub dünyanın əzəli ilki. Mənim yazdıqlarım şeir deyil ki, könlümün səsinə qulaq asıram. Mən özümə məktub yazıram. Öz-özünə nə yazırsan, yaz şah verən cavab. Nə yaxşı ki varsan və nə yaxşı ki yazırsan. Şairliyin birinci məqamı səmimiyyət və etirafdır. Əsas məqamını isə yazılan və yaşadan bilər. Yenə də sənətkar və zaman sınağı qarşısında mat-mətal dayanırıq. Yazılarına, ruhuna dərin sayğılarla Ağdı Qoşqar. Bu Şahverən Cavad haqqında yazdığım yazıdan parçalar idi. Qalanını isə
müəllifin öz dilindən, öz yazılarından, öz etiraflarından dinləyəcəyik. Yəqin ki, dinlədiyiniz, eşitdiyiniz yazılardan Şahverən Cavad barədə müəyyən nəticələr, müəyyən fikirlər əks eləyə bildiniz. Var olun, Allah amanında.